Bəli. Başı bəlalı bir vətən vardır. Düşmənin gözünü oyan obaları, oymaqları, təbii ehtiyatlarla zəngin sərvətlər vardır bu vətənin. Zaman zaman böldülər, parçaladılar, üstündə ağalıq etdilər. Hər dəfədə zərbə vətənin müdafiəsinə qalxan soydaşlarımıza, həmvətənlərimizə, igidlərimizə gəldik. 90-cı il 20 yanvar gecəsində soydaşlarımız vətən torpağını ona soyuq olmasın deyə bərk-bərk qucaqladılar. Bugün biz başı bəlalı vətənimin ən ağır günlərindən biri olan tariximizdə, milli yaddaşımızda qara yanvar, qanlı yanvar və ya sadəcə 20 yanvar gecəsinin qurbanlarını dərin hörmət və ehtiramla yad etmək üçün yığışmışıq. Həmin gecədən bizi 36 il müddətində olan bir zaman alır. Lakin buna baxmayaraq xalqımız vətən uğrunda qurban gedən şəhidlərimizi, həmvətənlərimizi, soydaşlarımızı, igidlərimizi unutmur. Şəhidlik müqəddəs məqsəd, amal üçün həyatını verməkdir. Bizim üçün din, vətən, torpaq, şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək, dil uzadacaq kimsələrə heç çəkinmədən müharibə edər, lazım gələrsə canımızı verər. Bax, budur Azərbaycan xalqı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Zalım öyünməsin zülümləriylə, min bir böhtanıyla, min bir şəriylə, həqiqət uğrunda ölümləriylə, ölümü kamına çəkdi şəhidlər. Ey vətənə can verib, vətənləşən şəhidim, köksündə qərənfillər, çəmənləşən şəhidim, yenilməz hünərinlə, dönməz cəsarətinlə, düşmənin sinəsini dəlib deşən şəhidim. Od yurdunun od oğlu, od vurdun düşməninə, sən oddan yaranmısan, odda bişən şəhidim.